Latin Amerika coğrafyasında gərginliyi artıracaq yeni bir addım atılıb. Birləşmiş Ştatlar Venezuela prezidenti Nicolas Maduro'nu terrorçu elan edərək başına 50 milyon dollar dəyərində mükafat qoyduğunu elan edib. Belə ki, Ağ Ev prezidentin Cartel de los Soles adında narkotik qaçaqmalçılığı ilə məşğul olan dəstənin lideri olduğunu bildirib. Üstəlik bununla bağlı sosial şəbəkədə paylaşım edilib. Bununla yanaşı Maduro da daxil olmaqla ölkənin digər yüksək vəzifəli məmurlarına qarşı əlavə sanksiyalar tətbiq edilib. Bu addıma isə Venezuela Xarici İşlər Nazirliyindən cavab özünü çox gözlətməyib. Caracas rəhbərliyi Cartel de los Soles adlı təşkilatın mövcudluğunu inkar edib və Birləşmiş Ştatların bu böhtanının ölkəyə qanunsuz müdaxiləni qanuniləşdirmək cəhdi olduğu vurğulanıb. Qeyd edək ki, 2020-ci ilin martında Birləşmiş Ştatlar Venezuela prezidentinə və bir sıra yüksək vəzifəli rəsmi şəxslərə qarşı narkotik terrorizmi ittihamı irəli sürərək onların həbsinə səbəb olacaq məlumatlar üçün 15 milyon dollar mükafat vəd edib. 2024-cü ilin mayında isə Birləşmiş Ştatlar kəşfiyyatı Venezuela hərbi hava qüvvələrinin pilotunu prezidentin təyyarəsinin istiqamətini dəyişdirmək üçün gizli əməkdaşlığa cəlb etməyə çalışıb. Ekspertlərin fikrincə, hazırda Ağ Evdə Venezuelaya hərbi müdaxilə etməyin yolları ətrafında ciddi müzakirələr aparılır. Vəziyyət çox qarışıqdır. Fikrimcə, Birləşmiş Ştatların Maduronu bu dəstənin lideri sayması iki cür şərh edilə bilər. İlk olaraq aylardır ətrafında hərəkətliliyi olan Venezuelaya müdaxiləni dünya ictimaiyyəti tərəfindən pislənməməsi versiyasıdır. İkinci variant isə Washington düşünür ki, Venezuela hakimiyyəti daxildə problemlə üz-üzədir. Maduro yaxın ətrafı və ya başqaları tərəfindən təhvil verilərsə, böyük miqyaslı əməliyyata ehtiyac qalmaya bilər. Maduro'nun həbsinə səbəb olan hər hansı məlumata görə 50 milyon dollar pul mükafatı Amerika tarixinin ən böyük məbləğlərindən biri hesab olunur. Qeyd edək ki, tarixdə həbs edilməsi və ya öldürülməsi üçün pul vəd edilən liderlərin sayı heç də az deyil. Birləşmiş Ştatlar 11 sentyabr hücumlarına rəhbərlik etdiyi düşünülən Əl-Qayda lideri Usame bin Ladenin yeri haqqında məlumat verən şəxslərə 25 milyon dollar mükafat vəd etmişdi. Liviya Milli Keçid Şurası Qəddafini diri və ya ölü olaraq gətirənlərin 1 milyon 300 bin dollar mükafat alacağını bildirmişdi. Bir müddət əvvəl ekstradisiyası ilə bağlı spekulyasiyaların yayıldığı Suriyanın eks-prezidenti Bəşər Əsəd də siyahıda öz yerini alıb. 2011-ci ildə Azad Suriya ordusu Suriya prezidenti Bəşər Əsədi diri və ya ölü təslim edənə 25 milyon dollar mükafat veriləcəyini bildirib. Suriyanın hazırki prezidenti Əhməd Əl-Şara da başına pul qoyulan liderlərdəndir. Vaxtilə Heyət Təhrir Əl-Şam qruplaşmasına rəhbərlik edən Suriyanın hazırki lideri üçün Birləşmiş Ştatlar 10 milyon dollar mükafat vəd etmişdi. Analitiklərin bildirdiyinə görə bu cür şirnikləndirici təkliflər adətən terrorçuluq fəaliyyəti ilə bağlı olan şəxslər üçün verilir. Öldürülməsi və ya tutulub gətirilməsi üçün mükafat qoyulan liderlər əsasən terror təşkilatları və ya digər cinayətlərlə əlaqəli olurlar. Onların arasında Həmzə bin Laden də var ki, o Əl-Qaidənin qurucusu Usama bin Ladenin oğludur və Amerika Birləşmiş Ştatlarının terrorla mübarizə çərçivəsində başına mükafat təyin etdiyi liderlərdən biridir. Bu cür mükafatlar beynəlxalq səviyyədə terrorizm və cinayətkarlıqla mübarizə üçün vacib bir vasitədir və terrorçu liderlərin tutulmasına kömək edir. Tarixdə başına ən çox pul qoyulan şəxslərin arasında Adolf Hitlerin sağ qolu sayılan Martin Broman və Kubanın inqilabçı liderlərindən biri Ernesto Che Guevara'nın da adları var.